Ukrayna tərəfi təbii ki, Zelenski bu açığı bunun adına bir həm də bir müharibə gedir, amma bir psixoloji müharibə də gedir. Yəni tərəflər bir-birinə qarşı bir psixoloji müharibə aparırlar. Bu bir tərəfi. Digər tərəfdən Rusiya tərəfi təbii ki, Rusiya tərəfi tədbirin keçirilməsini ümumiyyətlə bu Putin üçün deyərdim ki, çox ağır zərbə olardı. Yəni bu tədbirin təxirə salınması Putin üçün yəni hesab düşünmürəm ki, yəni o hətta beynindən keçirsin onu. Yəni nə bəlkə də yəni özünün orada öləcəyini bilsə belə, hətta deyərdim ki, o tədbiri keçirməz. Çünki o təmiz biabır olmağı deməkdir. Yəni konkret də, yəni bu bir bənalıdır. Çünki qərar var və bu onun üçün çox önəmli bir məsələdir və onun ümumiyyətlə ideoloji baxımdan, onun çünki hətta ona bəzən deyirlər o SSR-ni qurmaq istəyir, amma daha çox o onda bir çarlıq bir məsələsi var ortalıqda. Yəni o bir qədər fərqli davranır düşünürəm ki, ona görə də düşünmürəm ki, paradı təxirə salsın. Amma Ukrayna tərəfi təbii ki, psixoloji müharibəni aparacaq və Ukrayna tərəfi dronlar vasitəsilə, dronlar vasitəsilə Rusiyanın müxtəlif ərazilərinə zərbələr endirməyə çalışırlar və yaxud da ki, ən azından hansısa bir addımlar atırlar. Və Rusiya tərəfini də anlamaq mümkündür. Məsəl üçün, burada bir məsələyə diqqət ayırmaq lazımdır. Məsəl üçün, əgər hansısa bir ölkə rəhbəri və yaxud da ki, hansısa bir rəsmisi bir ölkəyə səfər edirsə, o səfərin təhlükəsizliyini təmin edici ölkə qonaq qəbul edən ölkədir. Ev sahibidir. Ev sahibidir. Yəni Rusiya o təhlükəsizliyi təmin etməlidir. Amma edə bilmir, görünən odur da faktiki olaraq, bəli, gəlinin nəticə odur ki, Rusiya konkret olaraq bu məsələdə zəif olduğu ortaya çıxır. Yəni Rusiya əgər bildirirsə ki, Moskvada keçiriləcək tədbirlə bağlı əgər başqa istiqamətlər göstərilirsə, təbii ki, Ruslar özləri narahatdır. Bu demək ki, Rusiya dövləti ehtimal eləyir ki, həqiqətən də o təyyarələrlə bağlı da problem yarana bilər. Yəni belə deyək də, Rusiya konkret olaraq təhlükəsizlik sanki zəmanət vermir Moskvada. Bu bir tərəfi. Amma Rusiya bunu nə ilə sığortalamaq istəyir? Məsələn, Putinin o əmri əslində bunu sığortalamağa hesablanıb ki, əgər, çünki Kiyevdə də tədbir keçiriləcək deyə, yəni bir gün sonra da Kiyevdə tədbir keçiriləcək. Yəni Rusiya da deyir ki, əgər mənim tədbirimdə bir problem baş versə, konkret deyir, Araşniklə vuracam. Yəni Kiyevdəki demək olar ki, hətta 4-5 məntəqədən gedir söhbət ki, onların hamısının vurulması ilə bağlı Putinin bir göstəriş olduğu deyilir. Çox maraqlıdır ki, Rusiya mətbuatında bu informasiyalar çıxmamışdan əvvəl, təxminən hardasa bir saat yarım bundan öncə Rusiya mətbuatı yazırdı ki, ayın 9-da kütləvi dron hücumu gözlənilir. Ukrayna mətbuatı da yazırdı ki, ayın 10-da Kiyevə Araşnik hücumu gözlənilir. Yəni, sanki artıq bu məsələlər hər tərəf hesablayıb və hansı formada gedəcəyi məlumdur. Burada Rusiya tərəfi hələ də nəyə gedir? Məsələn, Rusiya tərəfi özünü hələ də burada duru çıxartmağa çalışır. Nə mənada? Məsələn, Ruslar bir neçə gün öncə bir bəyanat verdilər ki, onlar yox, konkret olaraq bildirdilər ki, Putinin göstərişi və əmri belədir ki, ayın 8-i və 10-u 2 gün ərzində Rusiya ordusu heç bir silahdan istifadə eləməyəcək, yəni atəşkəs elan edəcək. Amma Ukrayna tərəfi atəşkəsi pozacaqlarsa, yəni bu bir tərəfli atəşkəs elan eləmək deməkdir. Yəni burada atəşkəs normalda belə olur, tərəflər qarşılıqlı razılaşırlar. Amma burada razılaşma yoxdur. Bir tərəf deyir ki, məsələn, elə bil ki, bir tərəf gəlir bir ərazinin, bir ölkəyə işğalla məşğuldur. Deyir ki, bu günləri işğal dayandırıram məsəl üçün. 2 günlük fasilə verirəm işğal dayandırmağa. Yəni burada Kiyevi və Zelenskini də anlamaq olar ki, yəni bu necə ola bilir? Yəni bu fasilə ondan ibarətdir ki, 2 gün mənə icazə ver, mən tədbir keçirəcəm, 2 gündən sonra mən işğala davam eləyəcəm. Yəni bu biraz gülməlidir də. Yəni həqiqətən çox anormal təklifdir. Amma hər halda bu Putinin düşüncəsidir, bu Rusiyanın düşüncəsidir. Ruslar özləri deyirlər ki, Rusların ümumiyyətlə məntiqini anlamaq olmaz. Ona görə də anlaya bilməyəcəyik biz onları. Yəni görünən olur ki, biz onları anlayamayacağıq.